Hər vaxtınız xeyir olsun, hörmətli ARB televiziyasının tamaşaçıları. Sən olsaydın proqramı həmişəki vaxtda, həmişəki saatda, həmişəki gündə yenə də efirdədir. Aparıcılar mən Fariz Əliyev. Və mən Adı Süleyman. Sizləri salamlayırıq. Bugünkü qonağımızı istəyirəm Adı xanım təqdim eləsin. O daha məntiqli olar, mən belə düşünürəm. Minnətdaram. Deməli, bugün bizim yenə dəyərli bir qonağımız var. Mən istəyirəm onu sizə təqdim edeyim. Mahcamal xanım Babayeva, deməli, şairə, qəzəlxan, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü. Bir də belə bir şey də əlavə eləmək istəyirəm ki, Mahcamal xanım Azərbaycan poeziyasının inkişafında öz fərdi üslubu ilə seçilir. Mahcamal xanım, bir daha xoş gəlmişsiniz. Çox sağ olun, çox minnətdaram məni sizin bu maraqlı verilişə dəvət etdiyinizə görə. Xoşdur bugün tamaşaçılarla belə bir verilişdə görüşmək. Mən də tamaşaçıları ürəkdən salamlayıram. Gözəl istirahət arzu edirəm. Təşəkkür edirəm. Mahcamal xanım, deməli bizim verilişin yəqin ki, ümumi qayəsindən, formatından xəbəriniz var. Bizdə hər dəfə bir hekayə ilə müraciət edirlər və biz o hekayəyə uyğun çalışırıq ki, ona uyğun bir qonaq dəvət edək. Və düşünürəm ki, bizim verilişimizin başlanğıcından indiyə qədər bizim hekayəyə qonaqlarımız dolayısı yolla aidiyyatı var idisə, bizim bu verilişdə hekayəyə birbaşa uyğunluğunuz var sizin bir qonaq kimi. Hekayəyə baxaq, yenidən qayıdacağıq. Mənim uşaqlıqdan ədəbiyyata çox böyük sevgim var. Mən uşaqlıqdan başladım şeirlər yazmağa. İllər keçdikcə mən hiss elədim ki, mənim çox böyük ədəbiyyata sevgim var və şeirlər yaza bilirəm. Artıq illər keçdikcə qəzəllərə böyük marağım, həvəsim oldu və başladım yazmağa. Mən Füzulinin, Nəsiminin yaradıcılığı ilə tanış oldum və onların yaradıcılığına çox aşiq oldum. Və ondan sonra anladım ki, mən qəzəlləri yaza bilirəm. Onları özümə ustad bilərək mən də başladım qəzəllər yazmağa. Amma mənim ailəm buna qarşı çıxdı və mənə imkan vermədilər. Deyirlər ki, qadın nədir, qəzəl nədir, sən bəyəm məclislərə gedəcəksən. Ailəm deyirdi ki, bu kişi sənətidir, bu xanımın, qadının sənəti deyil. Bu sənətdən məni döndərmək istəyirlər, yanına icazə vermirdilər. Amma mən yenə də əl çəkmədim. Çünki bu sənəti çox sevdim. Mən sevdiyim peşə ilə ailəmin arasında qalmışam və belə bir ustad xanım varmı qəzəl yazan, hansı ki mənə məsləhət verə bilər, hansı ki mənə bir yol göstərər. Mənə yol göstərin, xahiş edirəm. Siz olsaydınız nə edərdiniz? Biz hekayəmizə qulaq astıq. İlk öncə mən sözü Hacı Farizə vermək istəyirəm. Çünki dini xadim, dini alim, fəlsəfəçi olmaqla yanaşı, həm də indi bilmirəm tamaşaçılarımızın təbii ki, müəyyən bir qismi bilir, amma bilməyənlər də qoy bilsin ki, yəni Hacı həm də ədəbiyyata çox bağlı adamdır. Ona görə də istəyirik Hacını eşidək. Mən də salamlayıram sizi. Təşəkkür edirəm. Simavuzda əziz qonağımızı və xalqımızı salamlayıram. Ümumiyyətlə, Fariz müəllim, bu şeir, qəzəl məsələsi, irfan əhli deyirlər ki, qəzəliyyat iki məsələdən qaynaqlanır. Biri şiddətli sevgidir, biri də şiddətli nifrətdir. Bu şiddətli sevgidən olanda qəzəl, bu klassika ortaya çıxır, nifrətdən olanda bəzən görsən satira falan ortaya çıxır. Hər adama qismət olmur qəzəl janrında nəsə icad eləmək, meydana çıxarmaq. Məsələn, Lenin ondan çox dil bilirmiş, amma öz xatirələrində yazır ki, mən həmişə istədim bir beyt qəzəl yazım, bir beyt şeir yazım, bacarmadım. Yəni, bu Allah tərəfindən insana ərmağan edilir. Yəni, hər adam bunu bacarmır. Şeir, qəzəl yazmaq Allahın köməkliyi ilə olur. Xüsusilə bu klassik ədəbiyyat, qəzəl formasında nəsə icad eləmək, bu çox önəmli məsələdir. Bizdə İmam Sadiq əleyhissalamdan bir hədisdə keçir ki, hər kim Peyğəmbər və onun əhl-i beyti barəsində bir beyt yazsa, o müqəddəs ruh tərəfindən ona üfürülüb. Yəni, insanın öz əlində deyil, nəsə bu formada icad eləsin. O, Allah tərəfindən ona verilir, ərmağan edilir. Yəni, Cəbrail vasitəsilə ona ötürülür. Bu qədər önəmli məsələdir. Çox xahiş edəcəm ki, təbii ki, müəyyən müzakirələrdən sonra yəqin ki, Adı xanım da məni təsdiqləyər. Biz sizin də, Mahcamal xanımın da çox maraqlıdır, yəni qəzəllərini eşitmək çox istəyərdik. Mahcamal, siz qulaq astınız. Öz gəncliyiniz
yadınıza düşdümü? Bilirsiniz, məni təəccübləndirmədi 25 yaşlı qızın qəzələ müraciət eləməyi. Bu mənim üçün qeyri-adi olmadı. Deyim ki, çünki həyatda mənə qismət olub, görmüşəm, eşitmişəm, belə bir xanım olub, o 11-12 yaşlarından qəzəl yazıb. Xanım 11-12 Bəli, yaşında 11-12 yaşlarından qəzəl yazan qızlarımız olub. Özü də Abşeron mühitində, Füzuli Ədəbi Məclisinin iştirakçısına çevrilib sonra o xanım. Mən indi onun adını hörmətlə çəkmək istəyirəm. Elnarə xanım Buzovnalı. Olduqca yüksək səviyyədə qəzəllər yazıb. Qaldı ki, məsələ mənə gələndə, mən məktəb illərindən marağım olub bu qəzəliyyata. Yəni ki, necə ki başlamışıq Mirzə Ələkbər Sabiri oxumağa, onun deməli əruz vəzninin Yüngül Bəhərlərdə yazdığı satirik şeirləri, sonra Füzulinin elə qitəsini götürək. Mən o qitəni oxuyanda çox qəli şeirdir də, onu hər adam, uşaqlar öyrənə bilmirdilər. Mən onu tam axıra qədər öyrənmişdim. Padişahı müjdinarı deyirəm, rüşvət verib, fəthi kişvər qılmağa eylər mühəyya ləşkəri, yüz fəsadı fitnə təhliki ilə bir küşvər alır, ol dəxi asar əmn istiqamətdən bəri, göstərən saətdə dövran-ı fələk bir inqilab, həm özü fani olur, həm ləşkəri, həm küşvəri. Yəni, məndə məktəb vaxtından bu əruza məhəbbət yaranmışdı. Hətta desəm, inanmazsınız, mənim ilk oxuduğum mahnı, deməli, Hüseyn Cavidin Şeyx Sənan əsərində Kor Ərəbin mahnısı var ha. Nə eşq olaydı, nə aşk. Mən ilk oxuduğum mahnı oldu. Yazın səsiniz də var. Hər uşaq gəncliyimdə. Sonra davam eləmədiniz? Yox. Mənim həmişə ömür boyu qabağımda sədlər olub. Elə bu şeiriyyətimin də qabağında böyük sədlər oldu. Həm valideynim razı deyildi ki, şeir yazmaq, qəzəl yazmaq. Bax, məsələ, mövzumuz da oldu yəni. Bax, təsəvvür edirsiniz, nə qədər mənim qarşımda maneələr oldu. Mən keçə bilmədim, bilirsiniz. Yəni ki, atamın o qədər zabitəsi var idi bizim üzərimizdə ki, hələ bir dənə baxmağı bizə bəs idi. O baxışı ilə artıq biz anlayırdıq ki, olmaz. Mən babam kimi neft mühəndisi, Neft Akademiyasına getdim, orada təhsil aldım. Sonra məni Moskvaya göndərdilər, getdim Mendeleyev adına kimya texnologiya institutunda təhsil aldım. Akademiklərə imtahan verdim, kvant fizikası, nə bilim də belə imtahanlar. Belə bir yollardan keçdim. Yəni, tamamilə başqa sənət. İşlədiniz də öz sahənizlə bağlı. Bəli, işlədim, amma vicdanla işlədim. Deyim ki, böyük sevgi olmasa da ürəyimdə, amma yələndiyim. Amma daima ürəyimdə mənim böyük mütaliəm oldu. Daima ədəbiyyatı sevmişəm. Xırda para yazırdım arada. Amma ki, deyim ki, ciddi o gənclik illərimdə belə qəzəllər yazmışam. Yox, mən deyə bilmərəm. Heca şeirləri yazırdım, sınıyırdım özümü. Amma qəzəl yazmağıma səbəb Tofiq Bayram oldu, rəhmətlik. Bəli, mən onun həyat yoldaşı mənim sinif rəhbərim olub, riyaziyyat müəlliməm olub. Mən də riyaziyyatdan güclüydüm. Amma ki, ədəbiyyatı da sevirdim də. Dedi mənə ki, Ahçama, gəl bir gün tanış edin Tofiq Bayramla sən. Getdim, tanış oldum. Mənə dedi ki, get Füzulini götür oxuy. Mən də gəldim, Füzulini götürdüm, seçilmiş əsərlərini. Başladım oxumağa. O oxudum, bu oxudum. Oxuyuram, təzədən oxuyuram. O da, necə deyərlər, alidə oldum. Bir də gördüm ki, mən də başlamışam qəzəl yazmağa. Amma sınıq qəzəllər. 100-dən çox qəzəllər yazdım, sınıq. Sınıq qəzəl nədir? Yəni, təfiləsi yerində olmayan qəzəl. Xırda-xırda özüm üçün yazırdım. Amma ki, ona ciddi yanaşmağa mənə icazə yox idi. Yəni ki, mən gedim, o üzrə gedim, təhsil alım. Ona görə mənim qabağımda böyük bir qadağa işarəsi vardı, nida olmaz. Atam dedi ki, babanın yolunu gedəcəksən, qutardı. Onunla da bitdi bu məsələ. Yəni, mən mübarizə eləmədim. Mən o qıza məsləhət görərdim ki, o mübarizə aparsın. Yəni mən görə mübarizə aparaydım. Mən görə deyirdim, yox, mən ədəbiyyatı sevirəm.
Mən bunun ardınca getməliyəm. Mən hardasa orada zəiflik göstərdim, tabe oldum. Onda belə çıxır ki, Mahkəmə xanım, siz uzun müddət ailə təkidindən sonra uzaqlaşmısınız, Bəli, sonra yenidən uzaqlaşmışam, qayıtdınız. yəni ki, demək olmaz tam uzaqlaşmışam. Yəni ki, mən başqa təhsil aldım, başqa sənət üzrə, amma ki, mənim ürəyimdə olan məhəbbət hələ qalmışdı yerində. Yəni bu şeiriyyata məhəbbət, yazırdım. Hələ tələbəlik illərində mən institutda qəzet var idi, Neft Kadrları uğrunda, orada mənim şeirlərim çıxırdı, amma Hicaz. Təşəkkür edirəm. Hacı, siz necə baxırsınız? Həm bir yəni dini baxımdan, həm dini elminiz var. Baxın, burada mən bir incəliyə toxunmaq istəyirəm. Demək, həmişə bu qadına misal qəzəl yazmağa qadağa qoyulursa, yaxud hansısa kişi olsun, fərq eləmir. Burada təkcə səbəb bu deyil, qadınlara, qəzəlara. Baxın, sözlə oynamaq, qəzəliyyat, şeir, ümumiyyətlə, aləm söz üstündə qurulubdur. Allah da Quranda buyurur ki, kəlimətullahiyyəl olya, ən üstün söz Allahın sözüdür. Yəni, sözdən bütün şairlər danışıblar, sözdən səhnə yaradıblar, sözdən insan yaradıblar. Allah Quranı Peyğəmbərə nazil eləyəndə sözün ağırlığına görə Peyğəmbər titrəməyə düşdü. İlk ayələr ki, Peyğəmbərə nazil oldu, onlar o qədər ağır idi, Peyğəmbər onu qəbul eləyə bilmirdi. Buna baxmayaraq ki, Allah Peyğəmbəri cəmiyyətdən təcrid eləmişdi, hazırlamışdı mənəvi cəhdə. Amma yenə Peyğəmbər o sözün ağırlığını götürə bilmirdi. Evə qayıtdı və büründü. Sonra başqa ayə nazil oldu, Müzzəmmil surəsi. Ey bürünmüş, dur gecəni ibadətlə məşğul ol, Peyğəmbəri oyatdı. Yəni, sözün ağırlığını Peyğəmbər daşıya bilmirdi. Musa öz qövmü ilə Sina dağında Allah görüşünə gedəndə sözün ağırlığından Musanın qövmü hamısı qəşş elədilər, özündən getdilər. Allah bir söz icad elədi, səs icad elədi. Onun ağırlığından özlərindən getdilər. Sonra Musa müəyyən zamandan sonra özünə gəldi. Allaha dedi, bunlar gəliblər, aşağıda bunların qohum əqrəbası gözləyir. İndi mən bularsız qayıtsam necə olar? Onlar təzədən özlərinə gəldilər. Yəni, sözün budur ki, bu sözün bir mənəvi ağırlığı var. Siz diqqət eləsiniz, görərsiniz, hətta mənim diqqətimi çəkdi. Mahçamal xanım buyurdu ki, o xanım da tez dünyasını dəyişdi filan. Bunlar hələ belə deyil. Bəzən valideynlər düşünürlər ki, mənim övladım şeirlə, qəzəllə tərki dünya olacaq. Çünki bu şüəranın həyatında bu sözün ağırlığına görədir ya. Özünə qapanacaq. Şair bir başqa aləmdə yaşayır. Allah rəhmət eləsin, bizim bu yaxınlarda dünyasını dəyişən Füzulişünas qəzəl xanımız Arif Buzovnalı dostumuz idi. Demək, Mahçamal xanım, mən Hacı Mailı da görmüşəm rəhmətliyi, 13-14 yaşımdan onlarla bir məclisdə olmuşam. Sonra Hacı Mail dünyasını dəyişəndə mən düşünürdüm ki, məsələn, Hacı Mail bir dənə söz dedi, Mailin ünvanını soruşsunuz, bilin ki, Mailin ünvanı vətəndir. Bu söz, bu vətən, bizim vətənimiz, bizə bu böyük mənada vətənə aiddir axı. Mail çox böyük sözdür. Bəli, vətənə bizim şairlərimiz çox müraciət eləyiblər. Elə Füzuli özü hamısı, bəli. O bir məşhur qəzəlində. Sözümün canı nədir? Məsələn, Mail dünyasını dəyişəndə mən dedim, bizim ədəbiyyatımız yetim qaldı. Özüm belə düşünürdüm, klassik ədəbiyyat. Mahirdən sonra Hacı Ələmdar gəldi. Hacı Ələmdar Mahir. Mahir gəldi, rəhmətli, məsələn, yazdı, qalıbdır ətrini duymaq gülüm səba gələnə. Fərəh zamanı qalıb buya aşina gələnə. O niyyət ilə ki, səndən xəbər verən tapılar, qalıb yol üstə tikib göz bu binəva gələnə. İcazə verdir, sənin əgər, dedilər, bəla gəlir, dedilər, qətlimə nigarımdan. Bu beyti, ana beytidir, bəla gəlir, dedilər, qətlimə nigarımdan, bu bəxt məndə ki, var qalmaram bəla gələnə. Sonradan Hacı Ariflə tanış oldum Buzovnalı ilə, Allah rəhmət eləsin onu. Gördüm, Arif Buzovnalı da bunları yaşadır. Demək, bir şey başa düşdüm. O da budur ki, bu mənəviyyat aləmi, ədəbiyyat aləmi, irfan aləmi ilahi əmanətdir. Bu yükü hər zamanda Allah kiməsə daşıtdırır. Nə xoş bizə ki, biz o yükdən bir pay götürə bilək. Yəni, belə deyil, kimlərsə qadağa qoyacaq, bu olmayacaq. Bugün, məsələn, Mahçamal xanımı Allah istəyirdi o yükü daşısın, onu daşıyacaq. Kimlərsə qadağa da qoysalar, getsə, Neft Akademiyasını da bitirsə, hər nə olsa o yükü çiynini o yükdən bir parça götürəcək. Mümkün deyil olmasın. Bəli. Fikrimi tam çatdıra bilirəm də Fariz müəllim. Əlbəttə, əlbəttə. Bu ədəbiyyat aləmi belədir. Mən bir söhbəti hara gətirmək istəyirəm. Xanım qəzəl xanımlarının mı deyə, yəni belə bir məclislər olur.
Yəni kişilərdə bilirəm ki, belə bir məclislər olur. Yəni qəzəl gecələri falan, yəni belə. Bəli, amma bilirsiniz, bu qəzəl aləmində elə məclislər həmişə kişilər, qadınlar qarışıq olub. Füzuli ədəbi məclisində mən olmamışam şəxsən. Orada Sona Xəyal olub, Şövkət Hicran olub, rəhmətli Elnarə Bizovnalı olub. Mən amma getmişəm, mənə qismət olub Məcmə Şüara Məclisinə. Məcmə Şüara Məclisi yığılırdı. Əvvəl Ədəbiyyat, Nizami adına Ədəbiyyat Muzeyində, sonra Hacı Zeynalabdin Tağıyevin evi, indiki Tarix Muzeyi, orada biz xeyli, 2 ilə yaxın biz orada Məcmə Şüara Məclisində yığışmışıq. Ustadınız olub, yəni bu? Bilirsiniz, mən ustad, şəxsən mənimlə oturub məşğul olan olmuyor. Rus dəryadır, deyim ki. Yəni sözümü hara gətirirəm? Yəni bax, o xanım qəzələ meyilli olan bir, yəni az yaşlı deyil, amma gənc xanımdır. Yəni deməyim odur ki, o gənc xanıma biz, yəni siz nə məsləhət görürsünüz? Söhbət onu davam edib eləməməkdən getmir. Sizin deməyinizdən mən tam belə anladım ki, əlbəttə ki, siz əl çəkməmisiniz ədəbiyyatdan. Amma ki, vaxtında peşə olaraq da bütün enerjinizi, vaxtınızı, sevginizi məhz ədəbiyyata, qəzələ həsr eləsəydiniz, daha yəni bilmirəm nə dərəcədə düzgünsünüz, daha başqa yerlərdə olacaqdınız. Mən belə başa düşürəm. Və daha çox faydanız dəyərdi bizim qəzəliyyata, ədəbiyyata. Amma təbii ki, siz öz peşənizlə məşğul ola-ola, amma bunu da buraxmadınız. Təbii ki, onda razı oldular ki, onsuz da o paralel bir şey. Bəlkə də vaxt olub illərlə yəni yazmamısınız. Bu da normaldır. Amma bundan peşəkar şəkildə məşğul olmağa bax, nə məsləhət görürsünüz? Bilirsiniz, mən məsləhət görürəm ki, o qız davam eləsin, mübarizə aparsın, bu yoldan dönməsin. Çünki bir var ki, sən bütün beyninin resurslarını sərf eləyirsən bu sənətə, sevdiyin deməli sahəyə. Amma bir də var ki, sənin beyninin bir hissəsi məşğuldur tamam başqa bir sahibə. Ancaq vaxtın qalanda məşğulsun. Ancaq məhdud olur. Bilirsiniz, artıq sən istədiyin yeri tuta bilmirsən o sevdiyin sahə üzrə. Allah qabili rəhmət eləsin. Deyir ki, müsibət oluruq biz, səhv düşəndə yerimiz. Bax, elə bilin ki, adam belə bir müsibətə çevrilir. Mən istəmirəm o qız müsibət olsun. Davam eləsin, mübarizə olsun, özlərində işləsin və mənə elə gəlir ki, böyük uğurlar da qazanar bu yolda. Mən də elə düşünürəm, çünki şeir yazmaq, qəzəl yazmaq bu Allah tərəfindən insana ithaf olunur. O deyirdi ki, şeirlər ölkənin məğrur səsidir, şairin ən böyük hədiyyəsidir. Lampa işığında yazılmır xeyir, qəlbin işığında yazılır şeir. Yəni o gərək Allah tərəfindən ona verilibsə, ona istiqamət vermək lazımdır. Yəni bir nəfər adam gətirəsən, onda şeir duyğusu olmasın, deyəsən 10 dənə ən güclü şairi yığasan, buna şeir yazmaq öyrədin, o öyrədə bilməyəcək. Ola bilər o təhvilə bilsin, vəzn bilsin, rədif bilsin, qafiyə bilsin, amma ortaya bir şey çıxarda bilməyəcək. Ümumiyyətlə bu Bakı kəndlərində, Fariz müəllim, adamlar var idi, mən uşaq olanda Bakı kəndlərində bunlar Məsnəvini əzbər bilirdilər, Hafiz əzbər bilirdilər. Bakı kəndlərində adamlar var, ibtidai savadı var adamın, amma şeiriyyat aləmində vəzinləri, bəhirləri elə gözəl bilir. Yəni onun yanında qəzəl oxumaq, şeir oxumaq özü çətin məsələ. Ona görə... Yəni bu ancaq mən belə başa düşürəm ki, inkişaf edib Bakı və Abşeron ərazisində. Burada daha çox da hər yerdə. Cənubda, Qarabağda, Natəvan xanım filan şairlər. İndi bu Aşıq tərəfində Göyçə mahalında olub, məsələn, Borçalıda olub. O da şeiriyyatın bir növüdür. Yəni sözüm budur ki, hər yerdə olub bu şeiriyyat alın. Bu xanımda da bu talant varsa, buna istiqamət vermək lazımdır. Və bu bizim köhnə kinolardan birində də var. Həsən Turabov deyir, 2 misra beyt oxuyur. Deyir, qəmi qüssə yarı ola, ağlar ağlamaz. Bir nəfər ona müraciət edir, Mirzə olur bu, yazır orada. Baxmısınız da ona. Deyir, nə bilim, ay Mirzə, mənim belə şeylərdən başım çıxmır. Deyir, oğlumu öyrət, qoy bunlardan zövq alsın. Ədəbiyyat yaşamaq üçündür. Biz həmişə cavan qalmırıq ki, insan bir yaşdan sonra müdrikləşməyə başlayır. Ədəbiyyatdan zövq almaq istəyir. Ədəbiyyat ümumiyyətlə həyat deməkdir. Xüsusilə klassika. Mən bir söz deyim, məsələn, Arif rəhmətli ilə, Buzovnalı Ariflə bizim əsas tanışdığımız bir el toy şənliyində olub. Dostlarımızdan biri oğluna toy eləyirdi. Mən gəldim, gördüm, Arif orada 10-15 nəfəri yığıb toydan qabaq danışır.
diqqətlə ona qulaq asdım. Dedim, görüm bu nə qədərdir, yəni nə qədər bu mailin davamçısıdır, məsələn, Hacı Mailin, Hacı Ələmdarın nə qədər davamçısı ola bilər. Gördüm, o Əttar Nişapurinin Məntiq-ü Teyr əsərindən danışır. Yəni, qəzəl nədir? Mən istəyirəm, o biraz tamaşaçılarımız üçün açıqlansın. Yəni, niyə insanlar ona meyl edirlər? O niyə insanı hər nəydən alıqoyur? Bütün işindən alıqoyur adam. Adam bütün işdən qalır. Heç bir işin dalıyıca gedə bilmir. O aparır öz dalıyıca adamı. Niyə? Bu nə formadadır? Əttar Məntiq-ü Teyr əsərində quşların məntiqi. Deməli, Əttardan qabaq Qəzali və İbn Sina Risalətü Teyr yazıblar. Teyr ərəbində quş deməkdir. Quşların risaləsi. Deməli, bu tərəfdən Əttar bunlardan sonra gəlir, Məntiq-ü Teyr əsəri yazır. Deyir ki, belə başlayır kitab. Deyir ki, insan, gör, Maarif onu danışır. Yəni, gör, hardadır bu adam. Deməli, deyir ki, quşlar bir-birinə deyirlər, bizə padişah seçmək lazımdır. Başçımız olmalıdır bir dənə. Başçı seçmək üçün bunlar, bu bülbül deyir, mən başçı olmalıyam, hudhud deyir, mən olmalıyam, tavus deyir, mən olmalıyam. Bu quşlar hamısı yığışırlar, özlərinin qabağa çəkirlər, biri təkəbbürlə, biri qürurla, mən olmalıyam filan. Axırda bunlar deyirlər, yaxşı başçı olmaq üçün 7 dənə vadidən keçmək lazımdır. Başlayır o irfani vadiləri demək, tələb vadisi, eşq vadisi, mərifət vadisi, heyrət vadisi. Bunlar hamısı Allaha aparan yollardır da. Bütün quşlar həmən vadilərdən keçə-keçə yavaş-yavaş düşürlər, bəlaların içində məhv olurlar. Bunlar istəyirlər əfsanəvi Simorq quşunu tanısınlar, Simorq olsunlar. Keçirlər 7 dənə vadidən quşlar, sona çatanda 30 dənə quş qalır. Bizim ədəbiyyatımızda Simorq 30 quş deməkdir. Si-30 deməkdir. Simorq yəni 30 quş. Bunlar baxırlar bir-birinə, görürlər Simorq biz özümüzük. 30 dənə quş. Yəni, biz o vadilərdən düz keçəndən sonra gəldik özümüz axırda olduq ideal insan. Ədəbiyyat və qəzəliyyat və irfan bizə bunu öyrədir. Bizə deyir ki, boş-boş işlərin dalıyıca getmə, dünya səni alladıb özündə saxlamasın. Can quşun şəhri Nəcəf səmtinə göndər, Arif. Qoy ziyarət eləsin, Rövzə-i Rizvan qapısın, bir dəfə canan qapısın. Deyir, göndər, bu quş buralı deyil, bunu burada saxlama. Nəcəf səmtinə göndər, Əlinin qapısını ziyarət eləsin. Yəni, demək istəyirəm ki, bu qəzəliyyat Allah tərəfindən ona verilib. Əgər onda duyğu varsa, o boş yerə seçilməyib. Bu, Allahın ona lütfüdür. Onu ondan ayırmaq, onu çox gözəl vurğuladı Mahcamal xanım. Yəni, bunun zehni o ilə məşğul olmaq istəyir. Sən o zehni ondan alırsansa, o zehni başqa yerlərdə, o zehn başqa yerlərdə nabiğə olmayacaq. O başqa yerlərdə seçilməyəcək, başqa yerlərdə yarada bilməyəcək. O burada yaratmaq istəyir. O başqa yerdə sıradan biri olacaq. Amma burada nümunəvi ola bilər. Xurşid Banu Natəvan ola bilər, misal. Mən başa düşdüm, Hacı, çox sağ olun. Hacı Arif Buzoğlu'ya da Allah rəhmət eləsin. Mən yadıma gəlir ki, bizim elə ilk tanışdığımız pandemiya vaxtı, təbii ki, mən televiziya işçiyəm, o bizim verilişə qonaq gəlməli idi, Eyyub Yaqubovla. Mən getmişdim Buzoğlu'ya elə öz maşınımdan, yəni Qəzəl xanımızı götürdüm, gəldim. Yol boyu da, yəni kifayət qədər yol var idi və doğrudan çox dərin adamdır. Bəli. Mən qəzəliyyata o qədər də yaxın deyiləm, amma işim, peşəm, sənətim sözlə bağlı olduğuna görə mən də yəni söz xəstəsiyəm. Yəni oturub saatlarla, yəni bu qədər müasir həyatda texnologiyanın inkişaf elədiyi vaxtda, məsəl üçün mən oturaram, heç bilmərəm, Hacı, özünüz bilirsiniz, yəni vaxt necə keçdi, saatlarla oturaram, yaxşı sözə qulaq asaram. Bilirsiniz, o mənim bütün xoşbəxtlik hormonlarımı qaldırır. Həm mən, bilirsiniz, məndə qəribədir, həm tamaşaçı kimi mən çox sevirəm belə söhbətlərə qulaq asmağı, həm də mənim peşəm, yəni ssenaristlik olduğuna görə, həm də mən nələrsə götürürəm. Bilirsiniz, bu çox vacib məsələdir. Yəni, bax, məsələn, Arif Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Çox gözəl oldu. Mahcamal xanımın simasında bu veriliş, Arifin də adını çəkdi, Hacı Arif rəhmətliyin. Böyük şəxsiyyət idi, dəqiqətən. Görün, nə gözəl bəyan edir. Fələk yola verdi, insan karvanın hərəni bir yolla çəkib apardı. Neçə il cürbəcür bəzədi onu, sonda ağ kəfənə büküb apardı. Axırda deyir, Arif, sən də öldün, başladı adət. Biraz qurdalandı, getdi cəmaət. Bir çadır qalmışdı yasdan əlamət, onu da sahibi söküb apardı. Söküb apardı. Bax, yəni söz oyunu budur. Sözdən heykəl yaratmaq budur. Sözdən yaşayış yaratmaq, yaradıcılıq budur da sözlə. Bəli, bəli. Gör, nə boyda, onu hamımız bilirdik də, amma o nə gözəl bəyan elədi.
dünya vəfasızdır. Dünyanın vəfasızlığını Allah bizə rəhmət necə eləsin. çatdırır? Bəli, mənim də rəhmətli ilə çox söhbətlərim olub. Ümumiyyətlə buzovnaya bağlı adamam mən. Mənim uşaqlığım buzovnada keçib. Arif Buzovnalı necə ki Xəzəri sevir, mən də Xəzəri sevən adamam. Söhbətimiz tuturdu o ilə, telefonla tez-tez söhbət eləyirdik. Yəni demək istəyirəm ki, çox mükəmməlçilik prinsipial adam idi. Mükəmməlliyi çox sevirdi Arif. İzah eləyirdi hər şeyi nöqtəsinə qədər. Mən bir də onu qeyd eləmək istəyirəm ki, bu Abşeron əhlinin qəzəliyyata gəlməyində Füzulinin böyük rolu var. Hamı demək olar əksəriyyəti Füzuli aşiqidir. Füzuli elə bir ki, səbəb olub da bu şeiriyyata gəlməyimizə, bu qəzəliyyatı sevmək. Mən onun minnətdarlığımı bir təxmisimdə bildirmişəm. Onun məşhur bir qəzəli var. Pəmbəyi dağıcın onun içrə, nihandır bədənim, diri olduqca libasım, budur ölsəm kəfənim. O təxmisi istərdim deyəm. Bəli, Buyurun. Biz də istəyirik. Əlbəttə, eşidək. Çox böyük maraqlı. Ey fələk, zülmün ilə soldu gülüstan, çəmənim. Nə ötür bülbülü şeydan, nə gülüm məst edənim. Nə lüzum ki, yox ikən sevgili canan bəzənim. Pəmbəyi dağ cünun içrə nihandır bədənim. Diri olduqca libasım, budur ölsəm kəfənim. Etiraz eyləmədim qismətə həmraz, ey dil. Qurban etdim cana can, can edə pərvaz, ey dil. Min kəlam içrə bunu həkk eləyib yaz, ey dil. Canı canan diləmiş, verməmək olmaz, ey dil. Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim. Zirvədən uçdu o şahin qəzəbin şövqündən, sövq edib üzdü şikarın tələbin şövqündən. Əhli eşq olmada bihuş o ləbin şövqündən, daş dələr ahım oxu şəhd ləbin şövqündən. Nə ola zənbur elinə bənzəsə beytül həzənim, badeyi eşqi içən kəs deyəcək şərbətdir. Həqqi mən amələyib aşiqə eşq rəğbətdir. Qəlbə hakim ola eşq, aşiqə nur sərvətdir. Tovqi zənciri cünun dairəyi dövlətdir. Nə rəva ki, məni ondan çıxara zəfi tənim. Dəxi sevda yolu çəkmir, tutulubdur nəzərim. Kipriyin çalsa da dan, sənsiz açılmır səhərim. Cövlan etməkdədir, meydandadır hicran kəhərim. Eşqi sərgəşdəsiyəm, seyli sirişq içrə yerim. Bir rübabəm ki, həvadən doludur pi rəhənim. Ötən ömrün sözü söhbətləri, yarım sənsən, inlədikcə ucalan ah ilə zarım sənsən. Axı sən söyləridin, nazlı nigarım sənsən. Bülbüli qəmzədəyəm, bağ-u baharım sənsən. Dəhənü qəddürüxün, qönçəv-ü sərvü səmənim. Gedərəm mən, görərəm hüsnünü ol gülzarın. Öpərəm tər çiçəyin, bağın o gül rüxsarın. Mahcamal mən süzərəm, gülgün olan gülxarın, əvvəl küskün yazmışdım. Mahcamal mən süzərəm, gülgün olan gülxarın. Edəməm tərki Füzuli, sərköyün yarın. Vətənimdir, 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 vətənim. Ay maşallah. Əhsən, əla. Mahkəmə xanıma qulaq asanda çox üzr istəyirəm. Fariz bəy, sizin o söz mətninizə yazdığınız fikir yadıma düşdü ki, doğrudan da indi biz elə bir devirdə gəlib çatmışıq ki, dünən başımızdan keçən hadisələri unuduruq. O ki, qalsın bu qədər dəyərli və eyni zamanda çətin söz birləşməsini yadında saxlamaq. Ona görə də mən düşünürəm ki, Mahkəmə xanım sözün özünün seçdiyi insanlardandır. Elə söz demişkən Mahkəmə xanım, mən sizin müsahibənizə daha doğrusu qulaq asanda orada oxumuşdum, daha doğrusu dinləmişdim ki, bir kitab yazmışsınız. Özdə ilk kitabınızı səhv etmirəmsə, düzdürmü? Yox, ilk kitabı mənim 2010-cu ildə çıxıb, bizim bağın çəpəri yox.
şeirlər kitabı. Bizim bağın çəpəri yox, amma bir il bundan qabaq yeni bir kitabım çıxdı, hələ də gec deyil. Elə ona gətirmək istirdim ki, əli boş gəlmir bugün Bu ikinci kitabımdır. Sözün açığı inanırsınız Fariz müəllim, mən kitabın dərc olunmasına o qədər meyilli olmamışam. Elə yazırdım. İntihas bu kitabın dərc olunmasında mən baskı altında eləmişəm. Yəni məndən tələb eləyiblər. Heç marağım olmur ki. İndi görürsüz də kitab dəqiqədə kimi dindirirsən 20, 15, 17, 30, 100 kitabı olanlar var. Yəni mən o fikirləşirdim ki, yəni ikinci kitab biraz belə adama... İndi üçüncü kitabında hazırlanır. Gələn mən bilirsiniz, fikirləşirdim ki, bizim dahilərin heç kitabları olmur. O yazıqlar heç kitablarını görməyiblər. Mirzə Ələkbər Sabir kitabını görməyib. Seyid Əzim Şirvani, elə Füzuli özü kitab görüb, əl yazmalar şəklində olub da. Düzdür. Yəni mən özümü Füzuliyə bənzətmirəm. Yəni demək istəyirəm ki, məndə də elə bir his vardı ki, indi ölərəm, gedərəm, çap eləyərlər də. Yəni o qədər də marağım olmayıb kitab çap elətdirməyə, amma ki, baskı altında tələb elədilər. Mən də Kim edibsə, gözəllik. Qızlarım, çox gözəl. Vallahi elə şey olar, əlbəttə lazımdır. Bu mütləq mənada tarix tanısı. Mənə qarşı, bu mənim yaradıcılığıma qarşı, o ki, o zamanda itirdiyim zamanları doldururlar. Yəni ki, o vaxt ki, mən eləyə bilmədiklərimi indi eləmək üçün onlar mənə şərait yaradırlar. Ona görə minnətdaram mən övladlarıma. Yenə deyirəm də, yəni bir xanım olaraq bu, təbii ki, mən onun müəyyən bir hissələrini danışdınız ki, belə bir marağım var idi, kitabı aldım, açdım, oxudum, məni apardı, amma bunlar bəs eləyib, yoxsa... Yox, bilirsiniz, o deməli məqama gəlib çatınca mənim müəyyən qədər baqajım, ehtiyatım var idi. Mən yığmışdım, yığa gəlmişdim. Və artıq elə bil ki, o vulkan püskürür ha. Elə bil o mənim həyatımda vulkan püskürməsi baş verdi. Hiss edirsiniz, dolmuşsuz o harasa, mən hiss elədim, yazmaya bilmərəm. Onda artıq onun qarşısını heç kim ala bilmədi. Heç kim qarşısında dayana bilmədi. Yəni ki, mən artıq öz istəyimə çatmaq üçün məclislərə də getdim, ədəbi məclislərə getdim. Halbuki getmək istəmirdim, utanırdım, çəkinirdim. İçimdə bir çəkinmə var idi mənim. Rəhmətli Ağaxan Abdullayev istəyirdi məni tanış eləsin Ənvər Nəzərli ilə. Dedik, gəl mən Ənvər Nəzərli ilə tanış eləyim. Sənə kömək olar da bu sahədə. Biləndə ki, biz məktəb yoldaşı olmuşuq Ağaxanla. Dedim, yox, Ağaxan, utanıram. Yenə də çəkindim. Təsəvvürsüz, bu cürət eləmək insanın, necə deyərlər, qarşısında böyük bir yox işarəsi qoyur. Görə cürət eləmək lazımdır. Qorxmaq lazımdır, çəkinmək lazımdır, ürəkli olmaq lazımdır. İndi necə deyərlər, müəyyən vaxt gəldi, mən o artıq cürəti, o addımı atmağı bacardım. Amma uzun yol gəldim də, o cürətə çatana qədər. Amma o 25 yaşında qız cürətlidir, o addımı atıb, mən o addımı davam elətdirməyini istəyirəm. Baxın, Elnarə Büzalınarı rəhmətlik 11-12 yaşından yazıb, gəlib 18-19 yaşında artıq o püxtələşmiş olub. Təsəvvür eləyirsiniz, o indi yaşasaydı gör nələr yazardı, bilirsiniz, poemalar yazardı. Mən özümü bugün, bilirsiniz necə hiss edirəm, o məktəb illərində olur deyə hansı xüsusi dərsliklər olurdu və sinifdə hamı hazır olurdu. Bir tək şagird, mən şəxsən öz təcrübəmdə də olub, çox istəyirdim qatılmaq, amma hazırlıqlı gəlmədiyim üçünmü deyim və yaxud da ki, siz çox da... Siz bölmək istəmirdiniz bizi, çox yox, sağ olun. O heç də, amma... İndi efirdə baxarıq. İndi mən, bilirsiniz nəyə peşman oldum şəxsən? Xanım o qədər belə gözəl, o qədər, onun gözlərinə mən bayaqdan baxıram, həqiqətən də içdən elə söyləyir ki, şeir. Mən şəxsən çox peşman oldum ki, kəş ki, mən də Mahcamal xanımın, bax elə bu Hələ də gec deyil kitabının, heç olmasa 2 sətir əzbərləyərdim. Siz söz verin ki, o kitabı götürürsünüz, gələn verişimizdə. Bu kitabı sizə bağışlayıram. Təşəkkür edirəm, təşəkkür edirəm Mahcamal xanım. Çox sağ olun, var olun. Sizin, yəni, bilmədim. İnşallah mən özüm alaram Mahcamal xanımdan. Adı xanım, siz deyirsiniz ki, mən kaş ki belə falan, yəni sizin də sözə olan marağınızı mən bilirəm.
Yəni İlqar Fəhminin bir şeirində mən mən yadıma gəlirdi, səsləndirmişdiniz. Bəli. Səni sevmək və düşünmək. Düz qəzəl, yəni belə formatında olmasa da, mən özüm də şeir, düz yazmaq alınmaz məndə hələ ki. Bayaq da dediyim kimi də mən düşünürəm ki, bu tərzdə yazıları sözün özünü seçdiyi insanlar var. Mən sadəcə nitqimə və səsimə güvənə bilərəm. Amma əlbəttə ki... Siz mənə güvənin. Hə? Hər şey yaxşıdır. Əsas məsələ odur. Sonda, baxın, həmin xanıma nə deyə bilərsiniz? Biz hər verilişin sonunda, belə deyək də, kiçik bir mesaj səsləndiririk hər birimiz. Məsləhət görürəm ki, davam eləsin bu yolda. Yəni ki, mənim kimi vaxt itirməsin. Mən çox böyük zaman itirdim. O bu yolda davam eləsə böyük uğurlar qazanar. Mən hətta xanımlar tanıyıram. Bu sahədə yazıblar, elə o yaşdan başlayıblar, yazıblar. Gözəl, uğurlu, necə deyərlər, şeirləri var. Xatirə xatım var, yazır. Elə gözəl qəzəllər yazır ki, bəli. Yəni lazım olsa sizin nömrənizi əlaqələndirə bilərik. Yəni istəyirsinizsə müəyyən bir yön verməyə, bir istiqamət Bəli, verməyə. məclisə gedə bilər, ədəbi məclislərdə gedib, necə deyərlər, iştirak eləyə bilər. Bir mənalı, əlbəttə. Mən də öz növbəmdə istəyirəm ki, bu xanım mübarizə aparsın. Allah tərəfindən ona bir pəncərə açılıb, mənəvi pəncərə, onun qədrini bilsin, qiymətləndirsin, dəyərləndirsin onu. Və mən düşünürəm ki, bu adam əgər bunu dəyərləndirərsə, Əli əleyhissalamdan da bir hədis var, deyir, hər kim ciddiyyətlə bir qapını döysə, tələb eləsə, mütləq onun qapı üzünə açılacaq. O qapı onun üzünə açılacaq. Yəni, ciddiyyət lazımdır, mübarizə lazımdır, aparıqçının elə düşünürəm ki, nailiyyət də qazanacaq inşallah. Tövsiyəmiz belədir. Alxan, buyurun. Mən düşünürəm ki, bizim dəyərlilərimiz, istər Mahçamal xanım olsun, istərsə də Hacı Fariz bəy, lazım olan bütün sözlər dedilər. Mən yenidən istəyirəm üst tutum tamaşaçılara. Bizim verilişin, şəxsən mənim üçün də hətta hər dəfə fərqli bir təcrübəsi, fərqli bir abu-havası və fərqli bir mesajı var. Bəzən düşündürür, bəzən gülümsədir, bəzən qəzəb doğurur. Bugün isə mən düşünürəm ki, daha fərqli belə hissdən hissə keçdik. Bugün biz daha çox dinləyici rolundaydıq, elə hamılıqla. Amma siz yenə də öz təcrübələrinizi bizə həvalə etməyə, etibar etməyə davam eləyin. Əmin olun ki, sizə özünüzə təəccüblü gələn hadisələr bir başqasının həyatında böyük rol oynayır. Bu qədər. Təşəkkür edirəm. Təşəkkür edirəm. Mən də bir onu demək istəyirəm ki, əlbəttə ki, bir istedad valideynlərin daha çox uşaqlarda olan istedada biraz qarşı çıxmaqlarının, mən biraz haqq qazandırmaq istəmirəm, amma bilirsiniz nə fikirləşirlər? Hər bir valideyn də istəyir ki, yəni lap tutaq ki, məsələn, bu gənc yaşlarından bu qəzələ meyli var. Bilirsiniz, hacı, mən düşünürəm ki, valideyn də fikirləşir ki, axı bu qəzəl mənim balama gələcəkdə nə pul qazandıracaq? Bilirsiniz, biz istədik, istəmədik elə bir dövranda, elə bir zamanədə yaşayırıq ki, yəni o istedad sonradan pula çevrilməlidir. Yəni, başa düşürsünüz? Yəni, məsələ odur. Mən də bilirəm ki, yəni, bizdə bu istedad varsa artıq bu ikinci, üçüncü növbədə durur. Öz fəaliyyətini davam eləməlidir. Çünki mən belə bilirəm ki, yəni, hacının da baxmayaraq ki, nə qədər o istedadı var, yəni, birbaşa işi o deyil. Bildiniz necə? Yəni, Mahçamal xanım özü də. Bilirsiniz, bu kitab, məsələn, bayaq deyirsiniz ki, heç kitabı vermişik, ora heç bilmirik, ora nə qədər satılır. Bilirsiniz necədir? Yəni, bu qəzəli yazan adam hardan qazanmalıdır? Yəni, ya bu yavaş-yavaş o istedadını özündə görüb, bunu pula çevirməlisin, ya yavaş-yavaş meyxanaçı kimi məclislərə getməlidir. Misal üçün deyirəm, yəni onu... Ayrı məsələlər. Yox, məsələlərdir. Mən görmüşəm, bilirsiniz necə? Yəni, onu bacaran adam, buna deyirlər ki, qardaş, sən nə oturmuşsan burada, biraz da belə, biraz da, baxır ki, daha asan bunun variantı var. Burada müasir cəmiyyətimizin problemidir də bu. Əlbəttə. Yəni, o xanımın problemi yox, xanımın problemi deyil. Mən deməyəm odur ki, biz elə şərait yaradıq, nə eləməliyiksə, o cür insanların doğrudan da bunun istedadını görəndə biz deməliyik ki, nə danışsan, bu elm elə bir adam olacaq. Bir dənə söyləyim, məsələn, bizim dahilərimiz var elm sahəsində də. Bayaq Mahçamal xanım da işarə elədi, əlbəttə başqa mənada işarə elədi, məsələn, kitablar yazılır filan. Elm adamları var İslam tarixində. Adam 150 cild kitab yazıb, özü də elmi kitab. 300 cild kitab yazan alim var.
adam 60 il, 70 il ömründə tədqiqatlı kitab yazıb 300 cild. Mən oturub düşünürəm, bəzən bu adamın heç bir problemi olmayıb görəsən. Yəni, bunun da ailəsi olub, uşağı olub, qohumu olub, yası olub, toyu olub, xəstəsi olub. Yəni, həyat, bu sosial problemləri olub. Bəs bu adamlar yaşadığı cəmiyyət tərəfindən bunların ödənilmişmiş hər nəyləri sanki. Sanki bunların sosial problemləri kimisə tərəfindən ödənilib. Yəni ki, otur fayda ver. Fayda ver. Yəni səndə bu istedad var, fayda ver. Yəni biz düşünürüksə kimsə yaradıcıdır, hansısa sahədə vundurkin olacaq, məsələn belə nabiğə olacaq, dahi olacaq. O adamları kimlərsə öz ağuşuna almalıdır da, yaşatmalıdır, o adam da yaratmalıdır. Mütləq mənada. Yəni bu cür istedadlı insanların o həm də başqa gedim yerdə oxuyub, həm də başqa peşəm olmalı deyil əslində. Deyil. Məsələn, yəni birbaşa sizin bütün faydalı iş əmsalınız, bütün enerjiniz, vaxtınız, zamanınız mütləq mənada bax bu ədəbiyyata yönəlməli idi. Mən belə düşünürəm. Mütləq. İndi bu xanım da belədir. Baxın, Fariz bütün mənəvi məsələlər belədir. Füzulinin dövründə də belə bir vəziyyət olub da. Füzuli özü sözdən pul qazana bilib. Xeyr. Baxaq. 6 ağca. Pul üçün qapıları döyüb, kişi. Yəni Mirzə Ələkbər Sabirin həyatında Mirzə Ələkbər Sabiri götürür. Seyid Əzim Şirvani, Hacı Zeynalabdin Tağıyev deməli 20 manat, ayda 20 manat ona köməklik göstərmiş. Bunu onun oğlu Cəfər deyir, Seyid Əzim Şirvani. Yəni bu yazı adamlarının, şeiriyyət adamlarının həmişə ehtiyacı olub. Onlar ehtiyac içində olublar. Yəni sırf ondan pul qazanıb dolanmaq o Sovet dövründə mümkün idi. Sovet dövründə Sabir özü qiymət verirdilər. Bir nəfərlə şərik xır əkirmiş. Sabir rəhmətli. Sabun da belə bir şey. Yəni ümumiyyətlə yəni bilirsiniz bu mənəvi məsələlərin hamısını gətirsək, hardan pul qazanacağa bağlasaq, onda gərək bütün mənəvi məsələlər təhlil olsun. Mən razıyam. Yəni deməyim odur ki, bu mən demirəm hər hansı bir qurum tərəfdən, amma hayıfdır da, doğrudan hayıfdır. O istedadın itməyi hayıfdır. Məsələn, yəni söhbət, yəni belə birbaşa mənim özümdən də gedir. Mən bu məsələni bitirmək istəyirəm. Məsələn, təbii ki, mənim yazı pozuya bir marağım var idi. Yəni məktəb vaxtından marağım var idi. Yazmaq təbii ki, daha çox ironik şeylər, daha çox belə sarkazm, sonra gəldi yumora, sonra komediyaya və s. və axır. Amma yenə də siz mən heç kim günahlandırmıram valideynlər. Başa düşürəm. Yəni söz falan yazma bunu bildiyi hansı universitetə gedər. Vallahi mən də getdim Memarlıq İnşaat Universitetinə. Yəni əlbəttə ki, mən o universiteti bitirmişəm, amma hələ bir gün, Allahın bir günü də olsun, mən öz sahəmlə bağlı, yəni bitirdiyim peşəmlə bağlı işləməmişəm. Məsələ odur. Məsələ də sonunda da onu demək istəyirəm ki, təbii ki, xanıma deyirlər ki, sən yəni daha az yaşdan başlamalıydın, sən indiyə kimi, sən 25-28 yaşın var, sən hələ bundan sonra bu qəzəl falan, sən nə olacaqsın, sən ailə həyatın var falan. Mən demək istəyirəm ki, əslində Mahçama xanımın gətirdiyi kitabın elə adı əslində hər şey deyir. Məncə hələ də gec deyil. Bəli. Mütləq surətdə. Bir də mən tövsiyə edirəm ki, bunu xanım ciddiyyətlə davam eləsin. Çünki ana olacaq o da gələcəkdə. Analar ədəbiyyatçı olanda övladların gözəl böyüdürlər. Çox gözəl böyüdürlər. Ay maşallah. Mən həyatda çoxlu belə misallar bilirəm. Yəni istəyirəm ki, ana bu ədəbiyyatdan xəbərdar olsun. Təşəkkür edirəm. Hörmətli tamaşaçılar, gələn həftə yeni hekayəmizlə yenə sizlərlə bir yerdə olacağıq. Təşəkkür edirəm.